خب بسم الله الرحمن الرحیم. Mehriban və bağışlayan Allahın adıyla və yadıyla məsnəvi cələsələrimizi başlayırıq. Mən hər bir şeydən əvvəl Allahdan çoxlu və bollu şakirəm ki, bu fürsəti mənim üçün yaratdı ta sizin kimin əziz danışıqların xidmətinə yetişəm və bu mənəvi sözləri sizinlə ortalığa qoyam. Mən lazım görürəm ki, keçmiş bayramı, İmam Hüseynin anadan olan gününü, Paslar gününü, Cambaz gününü sizlərə təbrik və təhniyyət deyəm. Deyirlər ki, bir dənə rivayət vardı ki, İmam Hüseyin çoxlu o rivayəti oxuyarmış. Özü ilə deyərmiş ki, İnnəllâhe yuhibbu məalil umur və yubqizu səfsafa. Allah böyük işləri çox istər, kiçik işlərdən nifrəti gələr və xoşu gəlməz. Ona görə o şəxsiyyətləri ki, böyük işlərin dalısızadılar, o şəxsiyyətləri olublar ki, İmam Hüseyin məsirində qədəm götürüblər. Çünki İmam Hüseyin də özü tarixdə bir böyük hərəkəti və böyük qədəmi götdü. Mən sizin öz gününüzü də sizə təbrik deyirəm, müəllim gününü və ümidvaram ki, hamımız yaxşı müəllim olaq, yaxşı öyrənək, yaxşı öyrədək. Nəhc-i Bəlağədən bir hikməti mən istəyirəm oxuyam. Bugünkü cələsəmizlə münasibəti vardı. 147-ci hikmətdir. Həzrət orada buyurur ki, Ən-nasu səlasətun. Millət üç cürədirlər. Alimun Rəbbani, onlar ki, alimdirlər, elminlə işləri var. Burada alim mənzuru müəllimdir. O şəxsiyyəti ki, bir şeyi öyrədir. Mütəəllim ələ səbilə nəcat. O ki, öyrənir və nəcat məsirindədir. Və həməcun rəa. Həməcun rəa, yəni hiç o puç. Yəni, bunlar adam hesabında deyirlər. Yəni, insanlar üç cürədirlər. Ya öyrədəndirlər, ya öyrənəndirlər, ya da ki, hiç o puçdular. Ətba'u kulli naiqin. Bu hiç o puçların bir dənə xislətləri budur ki, hər səsə bunlar boyun qoyarlar. Hər nə cür səs gəldi, deyərlər, elə biz də o səsinlə varıq. Hər nə cür teyf gəldi, hər nə cür quruq gəldi, onlara baş əyərlər, boyun əyərlər. Yəmilunə mə kulli rihin. Hər yelinə bunlar əsərlər. Yəmilunə mə kulli rihin. Ləm yəstəzi'u bi nuril ilm. Əsər bunlar elmin nurundan özlərinə bir işıq almazlar, getməzlər ona sarı. Ləm yəlcəu ilə ruknin vəsiq. Bunlar bir dənə möhkəm bir sütuna, bir dənə möhkəm bir payiyə heç vaxt pənah gətirməzlər. Bu təqsim bəndidir ki, selamun aleyküm. Mola Əli əleyhissalam elmin əhəmmiyyətində deyir. Də bilirsiniz, bunu orada deyir ki, Komeylin əlindən yapışır, aparır çölə, çöldə dolanırlar, orada bir ah çəkir və bu sözləri orada Komeyl ilə ortalığa qoyur. Amma belə nəzərə gəlir ki, elə bizim cəmiəmizdə müəllim həmişə başı bəlalı olubdur. O adam ki, elminlə sərkarı olubdur, çox yaxşı bir işıqlı günlərlə heç vaxt üzbəyiz olmayıbdır. Bunu mən Kulliyat-ı Ubeyd-i Zakani'dən istəyirəm oxuyam, sizin zehninizi açıqlaşdıram ki, birdən əgər bir yerdə gördük ki, bizim hüququmuz azdır, bizə az verirlər, nigaran olmayaq da, bu məsbuq bir sabiqədir, yəni neçə yüz illər elə bizə bu cür baxıblar, bizim camiəmizdə. Ubeyd-i Zakani təqribən 8-ci qarında yaşaymış. O کلیاتında belə gəlir ki, deyir ki, Luleyi با پسر خود ماجرا میکرد. Luleyi yəni bir dəlxək məsələ. O ki, millətin içində
oyun çıxaldır, paltar geyinir, ip üstündə yeriyir filan. Bu yollarından pul qazanır. Burada lulenin mənası o daha. Bir də məsələn Divan-ı Şəmsədə ayrı məna. ای لولیان یک لوله دیوانه شد تش فتاد از بام ما نکسوی دیوان خانه شد. Orada şوخ و şəng məsələn o məniyə یه جوان شوخ و şəng مرید مثلا bu cür mənadır. Hər halda دلغکی با پسر خود ماجرا میکرد که تو هیچ کار نمیکنی. Bundan dava edirdi ki sən heç iş görmüsən. Ömrü در بتالت به سر میبری. Ömrü çox bihudə keçidirsən. چند بات گویم که معلق زدن بیاموز و سگ از چمپر جهانیدن. Sən mən nə qəd deyəcəyim ki, millətin içində düzgün mağallaq vırcınan, iki məsələn o zaddan keçidçinən, o həlqə düzəldirmişlər, oradan keçidəmişlər, millət pulalarmışlar filan. رسنبازی تعلم کن. İp üstündə yeriməyi öyrən. Ta az ömr xود برخوردار şəvi. Ömründən ləzzət aparasan. اگر از من نمیشنوی به خدا تو را در مدرسه اندازم. Sözlərimə baxmasan Allah and içirəm ki səni yazdıracam mədrəsəyə. تا آن علم مردریگ ایشان بیاموزی و دانشمند شوی و تا زنده باشی در مذلت و فلاکت و ادبار بمانی و یک جو از هیچ جا حاصل نتوانی کرد. Ömrü axırına kimin sən büzür olacaqsan və bir şey ələ gətirməyəcəksən. Mən bunu and içirəm. Bu mənidə demək olar ki, gəlsək yavaş-yavaş Məsnəviyə yaxınlaşsaq, Mövləvi də bu mövriddə həssasiyyət göstərir. Neçə yerdə bu qəziyyə baxır. Məsələn, bir mövridə budur ki, Mövləvi deyir ki, bir istəyə düz müəllim ola, həttəmən gərək bu ürəyini təmizləyə. Yəni müəllim gərək saf ola, gərək sadiq ola, gərək səmimi ola. Yəni söz bunun ürəyindən çıxa. Ta zamanı ki bunun ürəyindən çıxmasa, bunun şagirdlərində təsir qoymayacaq. Çünki şagird biləcək ki, bu müəllim ona film oynayır orada. Bu heç vaxt bunun sözü onda təsir qoymayacaqdır. Pəs əxlaqi olmaq, əxlaqi yaşamaq, içərini palayiş vermək, içəridə işləmək. Mövləvi bilirsiniz də bir dənə batıngəra bir fərdidir. Ola bilməz ki, bir amuzeyi sizə deyək ki, heç vaxt o içəriyə təvəccühü olmasın. Bir dənə nağıl var idi ki, mən dedim siz tapasız, birinci dəftərdə Çiniyan Rumiyan nağılıdır. Çiniyan Rumiyan elə iki cürə müəllimdirlər, iki cürə elmidirlər, istəyir öyrəşsin. Biri odur ki, zahirə baxır, biri odur ki, batinə baxır. Görün ki, bunlara nə cür qəzavət eləyəcək. Deyir, Çinilər dedilər ki, Çiniyan گفتند ما نقاشتر Rumiyan گفتند ما را کر و فر. Çinilər dedilər, biz hamıdan çox nəqqaşıq, məharətimiz çoxdur. Rumilər dedi, yox, bizim məharətimiz var. گفت سلطان امتحان خواهم در این که از شماها کیست در دعوا گزین. Padişah deyir ki, mən siz imtihan eləyəcəm ki, hansıyız bu vəsətdə bərəndə olursunuz. Əhl-i Çin و روم چون حاضر شدند رومیان در علم واقفتر بودند. Mevlana deyir ki, bunlar hazırlaşdılar ki, bu qarşıya geçsinlər. Rumilər elmidə çox ittilalar çoxudur. Bilirdilər ki, məbadi və məbani elm nə mənədir. Çiniyan گفتند یک خانه به ما خاص بسپارید و یک آن شما. Xub, müsabiqə nəqqaşıdır da. Dedi ki, bir dənə otaq verin bizə, Çinilər dedi. Bir dənə də otaq verin Rumilərə. Biz nəqqaşı eləyək, siz baxın, görün, Sultan. Hansımız buranı qəşək rəhləmişik. بود دو خانه مقابل در به در زان یکی چینی ستد رومی دگر. Bunların ikisi də üzbəyüzdülər. Bir-birlərinin müqabilindədirlər. Çiniyan صد رنگ از شه خواستند پس خزینه باز کردن ərcmənd. Bu neynədir? Dedi ki, xəzanəni açın bunlar. Çinilər nə qədər rəng istəyir, onlara qoy, rəhləsinlər onlar. هر صباحی از خزینه رنگها چینیان را راتبه بود از عطا. Mürəttəb bunlardan neynidilər? Bunların ilə hüquqları, məvaciblər fəqət rəngdir, rəng apardılar. Rumiyan گفتند نی نقش و نی رنگ
در خور آید کار را جز دفع زنگ. Rumilər dedi biz rəng istəmirik. Biz zəng siləcək. Bu paslanıb şaha bu divar. Biz bundan silməliyik. Sumbada gətirin bizi. Biz ilişəcək bu divarların canına. Kamil bunları neynəməliyik? Bu divara seyqəl verməliyik. Rəh gətirməyin. Biz zəngləri istərik götürək. Zəngar. در فرو بستند و سیقل می زدند همچو گردون ساده و صافی شدند مرتب reynidilər oranı saf elidilər seyqəl vururdular از دو صد bu da Mevlana'nın nəzəridir از دو صد رنگی به بیرنگی رهی است min dənə rəhdən sən bir dənə rəhsizə yol tapa bilərsən rəng çon əbr است و بیرنگی مهی است rəhsizlik eyni bir dənə ay kimindir, rəhli eyni bulut kimindir, gəri ayın qabağındadır. Yəni Mevlana burada qəzavət elədi ha, ki istəyir özünü salsın bir səmti rəhsizlik, rəh tutmayasan sən. Rəng çon əbr است و بیرنگی مهی است هرچه اندر ابر زو بینی و تاب آن ز اختر دان و ماه و آفتاب چینیان چون از عمل فارغ شدن از pey şadi دهلها می زدن Çinilər ki, nəqqaşlıq elədilər, qutardılar. Başladılar orada şadlıq eləməyi, ondan sonra təbli çalmağı filanı. Şəhdər آمد دید آنجا نقشه ها میربودان عقل را و فهم را Gördün, nə gözəl bunlar nəqqaşilər çəkiblər. Çin özünüz bilirsiniz də, məsələn, sərzəmini surətgərandır. Bir belə ki, mücəssəmələr düzəlir, məsələn, o şəhri əcayib, sərzəmini əcayib filan. Onlar da vardı. Bu Mevlana'nın zehnində bu vardı ki, o surətgərini orada neynəsin? Təda eləsin. Rum da, Yunan da ki, fəlsəfədir, əqlaniyyətdir filan. İstəyir orada onu neynəsin? Bir növi onu görsətsin. Mirbudan aql ra و فهم را بعد از آن آمد به سوی رومیان پرده را بالا کشیدند از میان gəldi Rumlərə sarı bunlar pərdəni biləsə götdülər. O evlər bir-birlərinin üzündəydi axı. Üzbəüzdülər. عکس آن تصویر و آن کردارها زد بر این صافی شده دیوارها O nəqqaşilər üçün o ayna kiminidir, hamısı gəldi düşdü ora. Şıppıltı ilə yapışdı. Divarları ki saf eləmişdilər, gəldi ora. عکس آن تصویر آن کردارها زد بر این صافی شده دیوارها هرچه آنجا دید اینجا به نمود دیده را از دیده خانه می رو بود دیده خانه Mevlana'nın təbirlərində hədəqəni tərcümə eləyibdir. Hədəqi çeşm, didə xanə. Çeşmin evi məsələn. Çox da gözəl tərcümələrdəndir. Hərçə anca did, inca behnimud. Orada nə cür görmüşdü ha, burada ondan çox gözəl görsəndi. Elə oldu ki, az qalırdı o göz evindən çıxsın eşiyə də, didə xanə. İndi xop Mevlana sözünü deyir. Deyir, Rumiyan an sufiyanəndə pədər. بیز تکرار و کتاب و بیهنر سلام علیکم Rumilər deyir, eyni o ariflərdirlər, bilcinə. Bunların tikrarı yox, bunların kitabı yox, bunların hünəri yox. Lik seyqəl kərdəndan sinəha, pak əzaz و hirs و بخل و kinə. Bunların böyüklərin qaynaqları ki, bunlara elm tolid eləyir. İbarətdir bunların sinələri, bunların ürəkləri. Bu ürəkləri bunlar neyniyiblər? Zəngarlardan və paslardan xali eləyiblər. O paslar işi cəhb tutub qoymur bunları düz müəllim olsun və düz öyrətsin. Az, təmədir, hirs, bunların həris olmağı, boğul, kinə, biri-birinin ayağını qazmağı. Məsələn, filan müəllim getdi, filan yerdə müdür oldu. Biz salmışıq içəriyə ki, o niyə müdür oldu? Kaş biz müdür olaydı. An səfai ayini vəsf dil است صورت بی منتها را قابل است صورت بی صورت بی حد غیب ز آینه دل تافت بر موسی ز ceyb deyir, mən niyə deyirəm ki, siz ürəyinizi təmizləməlisiniz? Niyə deyirəm bir səmtə bi surəti getməlisiniz? O bi surəti həmanədir ki, Musa deyir, əlin saldı bura, buradan çıxartdı işi, o yədi bəyza. Deyir, o sinəni içəridən çıxartdı. Üzdə bir şey yoxdur ki. Onun əli niyə gərək yədi bəyza olardı, işıllayardı? Bir xatiri bu ki, içəri təmizidir. Gedir, içəridən deyir, onu çıxaldır. Pəs, zi ayine-i dil taft bər Musa zi cib. Gerçi an surət nə qoncəd در فلک نی به عرش و فرش و دریا و سمک. Da bunlar Mevlana'nın təbirləridir ki, mən
Bunlara çox varid olmuram. Şayad artıq bizdən tövzih istəsin. Bu bir dənə nağılıdır ki, mən müqəddəmətən müəllim günü üçün sizə oxumalıydım. Özümü və sizləri dəvət eləməliydim ki, içərimizdə biraz işləyək. Pak az ağz و hirs و بخل و کینه ها bundan üstündə. Amma gələcək ikinci nağılı da oxuyaq. O da budur ki, bu da elə ikinci dəftərdədir, tapa bilsəz. قصه اعرابی و ریگ در جوال کردن و ملامت کردن آن فیلسوف او را. قصه اعرابی bir dənə ərəbidir. Bu bir dəvəsi var idi. Bir yol bu dəvənin üstünə bir dənə çuval qoyur. Onu minib ondan çöldə gedir. Bəd yolda bir dənə müəllimə, bir dənə həkimə bu rast gəlir, ondan başlayır, neyniyir? Danışığa. O danışıq, xop, qəşəng danışıqdır da. Biz onu eşidək, görək nə deyir. Tapdınız da, bəli. یک عرابی بار کرده اشتری دو جوال زفت از دانه پری. Bir dənə ərəb, عرابی yəni o çöldə olan ərəb, nə şəhərdə olan. Bir dəvəsi var idi, bunu çuvalı doldurmuşdu. Dolu. او نشسته بر سر هر دو جوال یک حدیث انداز کرد او را sual. Bu oturmuşdu dəvənin üstündə. Yolda gedəndə bir nəfər bundan bir sual soruşur. از وطن پرسید و آوردش بگفت وندران پرسش بسی درها بسفت. Bunun olduğu yerindən soruşdu. Çoxlu sorumlar bundan soruşdu. بعد از آن گفتش که این هر دو جوال چیست آکنده بگو مسلوق حال. Dedi bu çuvaldakı sən aparsan, bunun içində nə var ki sən aparsan? گفت اندر یک جوالم گندم است در دگر ریگی نه قوت مردم است. Birini doldurmuşam buğdayla aparam. Bir tərəfində doldurmuşam qumla aparam. گفت تو چون بار کردی این رمال. رمال یعنی قumlar, رمل, şen. گفت تا تنها نماند آن جوال. تعادل üçün. Yıxılmasın, mən bir tərəfi qum, bir tərəfi buğda doldurmuşam. Bu həkim buna deyir ki, گفت نیم گندم آن تنگ را در دگر ریز از پی فرهنگ را. Axı bu nə işdir? Sən qumu boşat yerə, buğdanı neynəclə bu çuvalda böl, qəşəng rahat, az qal çuval patlasın deyə oğa doldurubsan buğdayla. از پی فرهنگ. فرهنگ burada به معنای شیوه مدیریتی، شیوهی که sən orada tədbir işlətsən, zirəhlik işlətsən. تا سبک گردد جوال و هم شتر گفت شا باش ای حکیم اهل هر. خب çox gözəl fikirdir bu. این چنین فکر دقیق و رای خوب تو چنین اوریان پیاده در لغوب. Belə sənin gözəl fikrin var idi. Sən nəcür olub, yorğun düşübsən bu çöldə. Luğub yəni yorğunluq. رحمش آمد بر حکیم و عزم کرد کش بر اشتر برنشاند نیک مرد. Buna rəhm elədi, dedi ki, xub indi ki məni sən bu cür rahnumalıq elədin, mənim dəvəm yüngülləşdi, sən gəl min ba həm gedək də bu yolu. باز گفتش ای حکیم خوش سخن شمه ای از حال خود هم شرح کن. İndi ki belə oldu ki söhbət açmışıq, bir acı özündən də de, görək sən kimsən, hardan gəlibsən, این چنین عقل و کفایت که تو راست تو وزیری یا شهی برگوی راست. Sən ki belə bir qəşəng fikrin vardı, deyəcəm sən vəzirsən, şahsan, düz deyəcəksən mənə. گفت این هر دو نیم از عامم بنگرن در حال و اندر جامم. Bax şunan, mən bundan heç birindən deyirəm. Mən elə bir dənə addi və məmuli bir adamam. گفت اشتر چند داری چند گاو. گفت نه این نه آن ما را مکاو. Nə qədər dəvəm var, nə qədər qoyunun var, morğudarı, qavdarı, bunlardan bizə bir xəbər verəcək, hayan da vurubsan. Deyir, nə o var, nə bu var. Bizim barəmizdə çox soruşma da, xulasa, makav. گفت رختت چیست باری در دکان. گفت ما را کو دکان و کو مکان. مغازه deyiclə, müştəmə ticarı vurubsan, mərkəzi xərit vurubsan, onlardan da bizə deyiclə, belə olmaz ki, axı, bu cür fikri ola, adamın belə sahibi fikri ola, amma adam pul olmuyor, olaraq elə şeydir.
Yəni ərəbə sualdır ha, bu bir dənə zehnindəki adamın yaxçı fikri ola, yaxçı elmi ola, vəli pul olmuyor, cibi boş ola bu. Hələ şey deyə olmaz. گفت پس از نقد پرسم نقد چند که توی تنها رو و محبوب پن. Mən nəqd puldan soruşacağım da, dolardan, eurodan, ondan sonra səhamdan. Bunlardan nə qəd vardı sən? کیمیای مس عالم با تو است عقل و دانش را گوهر تو بر تو است. Görürsünüz necə elmi tərifləyir də Mevlana, nə gözəl. Kimyayı mess aləm. Xoş. Elə bir deyir ki, necə o kimya bir elm imiş ki, qədim çalışırdılar ki, vursunlar mesə qızıla təbdil olsun. Deyir, elm bir dənə kimyadır ki, sən aləmi ondan qızıla təbdil eləyə bilərsən. Kimyayı mess aləm با تو است عقل و دانش را گوهر تو بر تو است. گفت والله نیست یا وجه العرب در همه ملکم وجوه قوت şəb. Gofd and olsun Allaha, bunlar heç biri yoxdur məndə. Mən sən gecə çörəyinə muhtacam, sən belə bu sözlər deyirsən. در همه ملکم وجوه قوت şəb. پا برهنه تن برهنه می دوم هر که نانی می دهد آنجا روم. هر چیم bir çörək versə deyir, mən ora qaçıram. مرمر از این حکمت و فضل و هنر نیست حاصل جز خیال و دردسر. Bu elmidən, bu fəzldən, bu hikmətdən mənə baş ağrıdan əlavə heç də gəlməyibdi. Pəs ərəb qoftəş, indi də ərəbin təhəmmülü bir həddədir. Da bundan artıq düşünmüş ki, indi də astanı təhəmmül çıxdı üstədə burada. Pəs ərəb qoftəş ki, رو دور از برم تا نبارد şumi تو بر سرم. Deyir də yavaş-yavaş səndən mənim yolumuz ayrıdır. Sən elə bir sənin bu fikrin sənə şumluq gətiribdir. O da gələr mənə sarı. Mən bu dəvəni əldən verirəm. Pəs ərəb qoftəş ki, رو دور از برم تا نبارد şumi تو بر سرم. دور بر آن حکمت شومت ز من نطق تو şum است بر اهل زمن. Ya Allah. Sən bu elmiyi, bu hikməti ki, sənə nəhsilik gətiribdir, məndən uzaq saxla. Sənin danışığın da mənə şumdur əslində. Mən sənin o fikri istəmirəm. Ya tu ansu رو mən insu rəvəm vər tura rəh piş mən vapas rəvəm. Yollarımız ayrıldı. Sən qabağa getsən, mən dala gedəcəm də. یک جوالم گندم و دیگر زریگ به بود زین hilə های مردریگ. Buradakı o elmi ki, içindən sərvət çıxmır, Mevlana ona deyir hilə های murderik. Bir hilələri ki, əslən ölünün dərdinə dəyər fəqət da, dilinin dərdinə dəyməz. Əhməqiyyəm bəs mübarək əhməqiz ki, diləm ba bərq و canəm muttəqiz. Mənim bu axmaqlığım, belə qalmağım ərəbdir. Çox yaxçıtər az budur ki, gələm neyniyəm, sən bu fikirlərinlə özümü aparam qabağa. Əlbəttə, Mevlana burada o əhməqini biz burada da işarə eləyəcəyik ki, bir rivayəti Peyğəmbərdən nəql olur ki, əksər əshab cənnə əl-bul. Əhl-i sünnət də bunu nəql eləyir ki, çox tərin o insanlar ki, behiştə gedirlər, əbləhdirlər. Mevlana istəyir o əbləhiyə işarə eləyir. Yəni o sadəqiyə dərun. Yəni elmi kəlam dalısıza getməyib, fəlsəfə dalısıza getməyib, imanı verməyiblər orada, doğruyub töksünləyə. Bu imanı bir surəti xam pərvərdə olubdur. O, onun adını əhməqi qoyur. Yəni buradan nigah baxışıq, irfanı bir baxışıq. Əhməqiyyəm bəs mübarək əhməqiz ki, diləm ba bərq و canəm muttəqiz. گر تو خواهی که şəqavət kəm şəvət cəhd کن تا از تو hikmət kəm şəvət. Hansı hikmət? Hikməti ki, az təb zayət və az xiyal. O hikməti ki, sənin xiyalındadır da. Xiyala Mevlana həm müsbət baxır məsnəvidə, həm mənfi baxır. Bu yerlərdəndir ki, mənfi baxır. Hikməti ni ز فیض نور ذوالجلال حکمت دنیا فزاید ظن و شک حکمت dini برد فوق فلک. Ay xaçı yadındaydı da, hissi bölürdü Mevlana. Nə deydi? Hissi dini, hissi dünya. Hissi dünya nərdiban in cihan. Hissi din, hissi dini nərdiban asman. Bölürdü. İki cürə hissimiz var. Burada da hikməti yenə iki yerə bölür. Bir hikmət-i dünyadır ki, səndə fəqət zənn و şək yaradır deyil. Bir hikmət-i dinidir ki, səni aparır fələklərdən yuxarı. زوبعان زیرک آخر زمان. زوبعان یعنی حقبازان. زیرک آخر زمان برفزود خویش بر پیشینیان. Bu da Mevlana'nın bir pişbinlərindəndir. Bir para
xorda alimləri gələcəklər ki, deyib bunlar özlərini həmişə üstün görəcəklər nisbət çeşmiş alimlərə. Hilə amuzan cəgərha suxte, feilha و مکرها آموخته تا yetişir buna. Fikr an باشد که بگشاید رهی، راه آن باشد که پیش آید شهی. Bu Mevlana'nın təbiridir. Deyir ki, bir dənə müəllim də istəyir ki, bir fikri törədə, bir fikri yarada. Hətmən gərək bir fikri yaratsın ki, o fikri eləyə bilsin, bir yol açsın. Yəni, yol aç. Fikr qərarda hər şey gəlsin, yolları bağlasın. Gərək yol açar. Amma nə yol açsın? Bir yolu açsın ki, deyir, ondan şah gələcəkdir. Şah, yəni böyük bir fikr ya böyük bir əndişə. İrfanda da şah, yəni xudavənd. Ondan o gəlsin. Bəd, şah an باشد که از خود شه بود. Özü gəlib. شاه آن باشد که از خود شه بود نی به مخزنها و لشکر شه شود. O şah gələ ki, özündən şahdır. Bunu bir nəfər yığışıb onu şah eləməyib orada. Ta bemaند şahi o sərmədi həmçü ezz mülk dini Əhmədi. Bunun şahlığı həmişəlik qalsın. Eyni Həzrəti Muhammedin dini kimin ki, həmişəlik qaldı. Dini Əhmədi kimin həmişəlik qaldı der vaxtı. Xob, bu ikinci nağılıdır biz sizə oxuduq. Mən icazə istəyəcəm ki, axırın müqəddəməmi bu elmin barəsində və müəllimçiliyin barəsində bir dənə bizim böyük xalq şairimiz vardı Azərbaycanda. Xob, hətmən siz onun adını eşidibsiniz, ondan oxuyubsunuz. Bu şair demək olar məşrutə dövründə, Qacar dövründə zuhur eləyir, şəbistlərdən, möcüz şəbistləri. Xob, bu böyük bir şəxsiyyət olur, böyük fikirli bir insan olur. Şeyx Mahmud Şəbistəriyə bir aşıq idi, gedərdi, onun qəbrində oturardı, şeir yazardı. Göz o şəxsiyyətlərdən olub ki, birinci dəfə xanımların mədrəsiyə getməyinin üstündə neyib, mübarizə eləyib, Şəbistərdə Azərbaycan mahalında birinci qızlar üçün mədrəsəni o təsis eləyib. İstanbula gedib, orada oxuyub, gəlib. Bir yol, bunun çoxlu mövzularda şeirləri olubdur. Biri də elm barəsindədir. İndi istəyirəm onu oxuyam, sonra gələm Tuti o Bəqqal nağılını bir gün qutaraq inşallah. İcazə var da, şüli yoxdur ki. Deyir ki, çalındı sur-i İsrafil, bidar oldu hər millət. Ayılmır xab-ı qiflətdən, hələ bu bixəbər millət. Tulu etdi günəş məğribdən, əhl-i şər qafildir. Apardı feyz nur-i şəm'idən, o bəxtəvər millət. Dağıldı pəmbəyi mənfuş tək, ərkan İstanbul, Osmanın dağılmağı. Cəhalət mərkəzi köçdü, yer oldu ayrı yer, millət. Zamanə dəyişilir. Zamanənin dəyişiliyini deyir o zaman. Nucum cəhli binur eylədi, elm و hünər nuri. Fəzai qərbidə, salamları, fəzai qərbidə birləşdi, xurşid و qəmər millət. Qiyamət qopdu yahu, köhnə dünya tarumar oldu. Quruldu tazə aləm, aç gözün eylə nəzər millət. Görürsünüz o adamlardandır ki, məsələn, modernitənin şərqə varid olmasına nə deyir? Deyir, iki cürə dünyamız var. Bir köhnə dünya, bir tazə dünya, yeni dünya. Köhnə dünya ilə xudafizləşirik, bir yeni dünya gəlir. Onu bilin ki, yeni dünya doğumudur der vaxtı. Qiyamət qopdu yahu, köhnə dünya tarumar oldu.
quruldu tazə aləm, aç gözün eylə nəzər millət. Ay Musafir, mövzu şəbislərdən oxuyuruq elm barəsində. Cəhalət məqbərində sən də çıx, dur, rəstixiz ol bir, verildi cümlə mutalər, kələmhi bilbəsər millət. Buyurdu otlub ol elmə vələv bilsin peyyəmbər, məgər əfsanədir fərmayişi xeyrul bəşər millət. O hansı elmidir? İndi bu rivayəti Peyğəmbərdən nə cür təfsir eləyəcək mövcud? O hansı elmidir? Elmi ki icad etdi telefonu, soruş hər yerdən istərsən sənə versin xəbər millət. O elmin qüvvəsi ilə xəlq oldu çap maşini, basar saatdə oraq üstə minlərcə əsər millət. O hansı elmidir? Elmi ki təsxir etdi əflaki, nə xoşdur mərkəbi balun ilə seyri səfər millət. Balona minəsən, müsafirət eləyəsən, nə gözəldir, bu elmidir. Bu elmi Peyğəmbər deyib ki, tapın. O elmi ki çirağı bərq ilə zülmət dünyanı münəvvər qıldı, roşən oldu şəb misli səhər millət. Həman elmi ki gəldi nütqə ahən para insan tək, qulaq ver gör nə xoş səslər gəlir xunin cigər millət. Zəbturadiyan deyir, bir dikə ahəndən nə gözəl səs gəlir deyir. O hansı elmidir? Elmi ki, selamun aleyküm. O hansı elmidir? Elmi ki yardı sinəyə xaki, çıxartdı mədəni nəft o zuğal o sim o zər millət. Mədən şinasi o filan, ulum fənna. O elmi ki gəzir insan balıq tək qəri dəryada, o elmi ki çəkər bəhri mühiti bi xətər millət dərya nəvərdi. Tənab elmi ilə 500 kurur Hindistan əhlin necə gör bağlayıbdır qol-qola bir müxtəsər millət. Hindistan ki bunları, İngilis ki bunları neyləmişdi, istimara gətirmişdi, elm gücü ilə bir-birlərini qol-qola bağlayıb orada. O elmi ki çuğundur rişəsin təbdil olur qəndə, məgər zəmbil ilə göydən ənir çay و şəkər millət. Yaxşı, bu çündürü sən neynisən, qəndə təbdil eysən, bu elmidir. Bu elmi sən öyrənməlisən. Zəmbillə göydən çay şəkər yenmir ki, haram etdi sizə təhsil elmi alimi cahil. O zaman alimi cahillər vardılar da ki, xanımlara deyidilər siz məsələn elmi dalısıza getməyin filan, həmlə gətirir onlara. Bənayı elmi yıxdı, eylədi zir و zəbər millət. Cəhalət eylədi İranı viran. Baxın cümlə. Cəhalət eylədi İranı viran, milləti fəhlə. Nə çox məzlumdur ya Rəbb bizim bu dərbidər millət. Bu ah-vah daim yerdə qalmaz, xak zir olmaz, kəsər məzlumun ahi vəli, karlı kəsər millət. Əmud elmi ilə əzər kəlləsin cəhlin, cəhad eylə cəhalət xəsm candır, mar əf'idən bətər millət. Təəssüf bisəmərdir, çün geçən geçdi, köçən köşdü, ayıl bundan sonra qoyma geçən ömrün hədər millət. Ümidin kəsmə, məyus olma istiqbal millətdən. Millət istiqbal eləyək o işlərdən. Tamam eylə sözün mücüz, ayılmış bir qədər millət. Bu millət bir azaraq oyanıbdır. Sən də bu işə neynəcənən? Ümidvar olcundan, çox naumid olmacundan. Xob, gənə öz gününüzü sizə təbrik deyirəm, öz gününüz mübarək olsun. Bugün biz belə təsmin tutmuşuq ki, Tuti ilə Baqqal nağılını qutaraq 311-ci beytidəyik. Kar-ı بیچون را که tapdız da bəli. Kar-ı بیچون را که keyfiyyət nəhər.
که استفهامdır da burada پرسشdir در واقع. این که گفتم هم این ضرورت میدهد. گه چنین بنماید و گه ضد این، جز که حیرانی نباشد کار دین. نی چنان حیران که پشتش سوی اوست، بل چنین حیران و غرق و مست دوست. آن یکی را روی او شد سوی دوست، وان یکی را روی او خود روی اوست. روی هر یک می نگر می دار پاس، بو که گردی تو ز خدمت روشناس. خب کار بیچون را که keyfiyyət nəhəd? Çunsuz işi kim eləyə bilər buna keyfiyyət bağışlasın? Yadınızdaydı da ki, bu nağıl belə başlanırdı ki, bir tuti bir mağazada o şişə yağları tökür yerə, mağaza sahibi gəlir, bunun kəlləsinə bir yumruq çalır, bunun başının tükü tökülür. Neçə gün danışmır bu, bir dənə o tərəfdən bir keçəl dərviş gəlir, gələn kimin bu tuti başlayır danışığa, deyir ki, az çey kəlba kələn aمیختی تو مگر از şişə روغن ریختی. Burada tuti neyniyir? Qiyasa əl vurur, deyir, olmuyor səndə yağlar tökübsən yerə, sənin başın bücür olubdur. Mevlana o nağıldan bir qiyası nəqd eləyir, sonra gəlir, qabağa gəldikcə insanları bölürdü, zahirləri ilə qəzavət eləməklə. İnsanların mümini var, münafığı var. İndi gəlib burada yavaş-yavaş keçir buna ki, işlər də bücürdür. Allahın işlərini də sən öz işlərindən müqayisə eləməyəcəksən. Allahın işləri biçundur, sizin işləriniz baçundur. Allahın işləri dəlil götürməz, illət götürməz. Sən əqlə onları yerləşdirənməzsən, amma sizin işiniz ola bilər ki, əqldə yerləşsin. Pəs biçun, yəni çunu çərə götürməz. Bu Allahın həman sifətidir və əşairənin də ki, əqidəsidir da ki, şədid məsnəvidə özünü göstərir. Əf'alullah la yutəlləl. Allahın işləri illət götürməz. Xub, Allah bizlə məşvərət eləməyib, bizi yaraldıb. Deyir, ağzımız aşa dəyməmiş, başımız daşa dəyib, bizi aradan götürür. Uşağı görsən öldürür. Bir tedadını məlul yaradır, bir tedadını fəqir yaradır. İxtiyarsız da onu neynir? Aləmdən aparır. Deyirsən, bundan heç birinə sən sual eləyənməzsən. Mevlana deyir. Kar-ı biçun ra ke keyfiyyət nədir? Keyfiyyət yəni çuni. Sən buna nə eləyə bilərsən? Sual eləyənməzsən. Xob, soruşanmayacaqsan ondan. Burada bir dənə paradoks vardı, o Yunani filsof Sofokles adında tərh eləyişi. Deyir ki, biz niyə gəldik, niyə gedirik, kaş gəlməyəydik, ta getməyərdik. Onun o paradoksunu da demək bir dənə şair bunu çöndərir həm şeirə, həm də ki, belə yazır ki, آدمیزاده گر نزادستی خیر مطلق همه ورا بودی، لیک چون زاد و این جهان را دید زود رفتنش بس به جا بودی، بودن و رفتنش نیرزد هیچ مگرش در جهان بقا بود. خب پس معنای بیچونی تقریبا مصر اول روشنده ده düzdür. این که گفتم هم zərurət midir. Bu sözü ki, mən sizə deyirəm əlan, bu bəhslərimizin zərurəti belə icab elədi. Zərurəti icab eləyib, mən bu bitkəni sizə artırdım, dedim. Gəh çenin benimayəd o gəh ziddi. Allahın işləri gəh bücür gəlir, gəh bunun tərsəsi gəlir. Bunun ziddi gətirir işlərdə. Göz ki, heyrani nəbaşət kar-ı din. Axı, dinin işləri eyni bücürdür. Bu, sizdə fəqət heyrət yaradır. Siz istəyəsiniz, düzgün dindar olasınız, deyir, gedin, heyrətinizi çoxaldır. Aləmdə nə qəd eləyə bilsəz, mütəhəyyir olasınız. Həmişə ənqoş be dəhən qalasınız. Bu ayətləri görəsiniz. Nə qəd Quran siz dəvət eləyir ki, bu ayətlərə baxın. Niyə? Çünki siz mütəhəyyir qalasınız.
o təhayyür sizə bir növ nə mənə ubudiyyət gətirir. O təhayyür deyil, sizin dəyərinizi aparır yuxarıya. İşarə elədim də söhbətlərdə ki, bu təhayyür həmanıdır ki, Mevlana Benoyi bunu əbləhi ilə də nisbət verirdi ha. خب نی چنان حیران که پشتش سوی اوست o cür heyrətdə olmayasan ha ki iyice mənc qalasan da sən dalı çöndərəsən onu پشتش سوی اوست dalın çönənəsən yox bəlkənin heyran و qərq و mest دوست bir cür heyransan ki da sən onda qərqsən məstsən sən həmişə üzün ona sarıdır çönmürsən bu cəhalətdən nəşət tapır bu sənin şuurundan bu sənin eşraqından, bu sənin mükaşifəndən nəşət tapır. Xob, gənə burada adamlar fərqlidir. Heyrana baxan adamlar fərqli. An yeki ra ruy u şod suy dost. Bir adamlar var ki, bunların üzləri Allaha sarıdır. Bəli, bunlar Allaha sarı gedirlər. An yeki ra ruy u xod ruy ost. Vəli bir də insanlar var, onların üzü Allahın üzüdür əslən. Yəni o Allah onların üzü ilə bu aləmə baxır, onların əli ilə bu aləmdə təğyir və təsərrüfatı yaradır. Pəs məni burada neynədir? Roşən oldu da. Xob. Ruy hər یک مینگر میدار پاس. Bunların hər iki növ insana da baxsan, hər ikisinə də baxsan, bir növ seyr-i sulukdur. Bunların hər ikisinin də sən ədəbini cəhrayət eləyəsən. Ruy hər یک مینگر میدار پاس. Bunların hər hansının üzünə baxırsan, ədəbi rayət elə bunlarda. Bu ki gəldi, bu ki yəni şayət ki, ümid olsun ki, ola bilər ki, bu ki gəldi toz xidmət, ola bilər ki, sən bu cür ədəbi rayət eləsən onlarla, toz xidmət ruşənas, sən üzləri ilə bunları tanıyasan. Axı, Quranda var da ki, Peyğəmbərə Allah buyurur ki, sən mücrimləri üzlərinə baxan kimi sən tanıyarsan. Tu'rafu nə mənadır? Yu'raful mucrimunə bisimahum. Düzdür? Bunların üzlərinə deysən baxan kimi sən tanıyırsan ki, bunlar kimdilər və üzlərindən dərvaqa bunlar tanınır. Xob. Bu 5 beytidə sual yoxdur ki? Hə? Əgər işkali, suali var. Yox, Üstad Abbasi'dən eşidək. کار بیچون را که کیفیت نهد این که گفتم هم ضرورت می دهد چمد بو خام فکری باشتا بسلسین تعریفه yerleşmezi ta'rifləsin o ki başa yerləşmir onun tərifləməni neynəsin tərifləsin yəni keyfiyyətə gəlsin çarəsizlikdəndir bu tərifləmək beylə bir xam fikri başda bəsləmək çarəmiz yoxdur məcbur tərifləyək yəni tərifə gətirək tanıtdıraq cah belənçi görsədir cah tərsəsin gəh kenin benmayəd o gəh zeddein cah belənçi görsədir cah tərsəsin neyləmək heyrətdir heyranlıqdır din heyranlıqdır din xob eylə heyranlıq ki azsın həqdə yol nə eylə heyran ki getsin tərsə yol o heyran der ki yolu neynəsin tərsə getsin bu düz getməlidir birinin oldu üzü həqqə sarı an yeki ra ruy u şod suy dost birinin oldu üzü həqqə sarı biri həq gördü özün həqdən sarı sayğı saxla hər birin görməkləsən şayad Allah bəndəsin oldun görən ola bilər ki sən onu ehtiramını saxlasan sayğı ehtiramını saxlasan sən də olarsan oldun görən bir Allah bəndəsini görən olarsan sən də o caygaha neynəyərsən yetişərsən çون بسی ابلیس آدم روی هست بیتی silərsiniz də hamıyız çون بسی ابلیس آدم روی هست پس به هر دستی نشاید داد دست وقتی که
İnsanlar vardı ki şeytan sifətdilər. Onlar don geyiniblər, qiyafə dəyişiblər, özlərini dəyişiblər. Sən hər ələ əl verməməlisən, hər kimlə dostluq eləməlisən. Məsnevi Nari yerində də var da. Adəmi xarند əğləb mərduman, əs-səlam əlləykəşan kəm cüəman. Bir adamlar vardı ki, deyir, adam yiyərlər. Bunlardan sən nə yiyəsən? Uzaq gəzəsən. Xanə div است دلهای همه کم پذیر از دیو مردم دمدمه. یا شمس دیوانında deyir در این بازار طراران زاهد شکل بسیارند فریبندت اگرچه اهل با عقل متینی تو. Səni bu bazarda Allahdan çoxdur. Don geyiblər səni allatsınlar. Sən allanmayacaqsan. Xo'p, icazə versəz Qurandan da bu beytə görə bir ayə oxuyum. Ən'am surəsində deyir ki: "En tuti əksər mən fil ərd." Əgər sən onlar ki yer üzündə çoxludular, yəni ammə mərdumdular. Bunlardan sən istəyəsən itaat eləyəsən, boyun qoyasan, yuzellukən səbilillah. Bunlar səni Allah yolundan azdırarlar. En yəttəbiuna illəzzən. Bunların axı ammə mərdum deyil, fəqət həss və gəmandan bunlar təbəyyət elərlər. Ammə. Şəfahidlər, ədəbiyyatda şəfahidir. Bunlar əhli təhqiq deyərlər. Biri bir söz deyən kimi inanırlar fərən. Bir açsa bir kitab baxar, deyər, məsələn, filan yerdə deyibsən. Mən danışıq olan vaxtı görəydim self-servisə o zaman vuraydılar, deyərlər filan suxəndan belə dedi, yapışdırıblar selfə, filan alim belədir. Mən öz həmxabqahlarıma deyərdim ki, axı, mən onun kitablarını oxumuşam, məsələn, belə bir şey görməmişəm, bunu harada yazıblar, gedəyəm bir baxan. Axtarardı tapaq ki, yoxdur. Hətta təhsil kərdələrimizin də içində bu ədəbiyyatı şəfahi vardı. Yəni, şayə eyni bir güllə kimincəyə yerinə oturur. Bir dəfə soruşağa, filan kəs bir sözü dedi, harada deyibdi, bunu harada gətirib, hansı kitabında yazıbdı, bir çağırağın, bir danışağın. Xo'p, ammə mərdum deyil, gəmandan bunlar itaat edirlər. Enhum illa yaxrusun. Çün hədsu gəmandı deyil, bunların hamısı nə mənədilər? Sözlərində yalan palan çoxdur da. Yaxrusun, yəni yalan palan. Mənisi budur. Xo'p, pəs چون بسی ابلیس آدم روی هست پس به هر دستی نشاید داد دست آدمه بنظر نچخ ابلیس وار هر əli sıxma ona vermə əyar ona əyar vermə hər əli sən sıxma ay şəhidi zan ki səyyad آورد بانگ صفیر تا فریبد مرغ را آن مرغ گیر. Axı, mən indi bilmirəm, məsələn, indi də var ya yoxdur. Mevlana o zaman gətirib də. Deyir ki, bir para o ovçular ki var idilər. Bunlar gələrdilər, məsələn, bir heyvanı şikar eləmək üçün o heyvanın səsini çıxaldardılar. Elə səsini çıxaldardılar ki, heyvanı alladardılar. O gələrdi yaxına, bunu neynəyərdilər? Tutardılar. Bu elə bir varmış. Hala, əgər indi də varsa, siz deyərsiniz də. Mevlana buna şəri. Zan ki səyyad آورد بانگ صفیر. Deyir, o şikarçı, nədir, o səsi çıxaldar. Ta fəribəd مرغ را آن مرغ گیر. Neynəsin, deyir, onu allatsın. Səfir به معنای بانگ، فریاد. در واقع ondan mütəradifdir də. Ta o neynəsin, quşu allatsın. Pəs Mevlana'nın sözü nədir burada? Deyir, bəzi adamlar var ki, səsi də eyni sənin səsindir. Xoş gəlir sənə, oturursan, danışırsan, deyirsən, gülürsən, gedirsən. Deyir, vəli xub, sən allanmayacaqsın. Etimadı əldən ötürməyəcəksin. Bu mümkündür, sən neynəsin, allatsın. Eyni o ovçu kimin ki, sənə sənin öz səsi çıxaldır. Bir dən hədis vardır ki, soralıqda təbdil olur zərbul məsələ ərəbidə. Mən bunu tapmışam, oxuram sizə. Deyir ki, Otlubul xeyr ən hisanul vücuh. Əgər bu düz olsa, çox yaxşı bir cümlədir. Ay, İskəndərzad. Deyir ki, xeyr və bərəkəti istəyəsiz ki, yəni gözəl adamlardan istəyin. Hisanul vücuh, yəni onların ki, üzləri gözəldir. Üzləri gözəl bir zahiri mənadır. Bir də bu da ki, içərisi gözəl. Hala siz bunu da eləyə bilərsiniz, təvil eləyəsiniz. Eləməsəz də eləməyibsiniz.
Deyə istəyirsiniz xeyir və bərəkət axtarasınız, gedin o adamların heç olmasa bir zahirləri, bir qiyafələrində bir gözəllik vardı, deyəcəyin onlardan istəyin. Olar elə şey. Düz ola bilər bu söz. Fikirləşin də bunu. بشنود آن مرغ بانگ جنس خویش از هوا آید بیابد دام و نیش. O quş deyə göydən öz səsini eşidər, vəli gələr aşağıya neyniyər? Bu quş təliyə düşər və tora düşər. Yansılar quş, quşlayan quşlar səsin, ta özün salsın tora, iyi bilməsin. Elə salsın tora ki, o iyi bilməsin. Aldanar qondarma səsdən sadə quş. O sadə quş allanır da bu səsdən. Aldanar qondarma səsdən sadə quş. Sadəlikdən quş gələr min dərdə tüş. Min dərdə sadəlikdən o quş düşəcəkdir. Xub bu quşdan, bu ovçudan, bu səsdən Mevlana istəyir gətir hara çatdırsın buranı, baxın. Hərf dərvişan bedozləd mərd dun. Bir para o şeyxlər ki vardılar, zahidlər, abidlər ki vardılar, təsəvvüfdə özlərinə tükan açmışdılar. Milləti paltarı ilə, sözləri ilə, xanıqahları ilə alladırdılar. Həmləni Mevlana onlara apar. Tutuyor bəqqalın nağılını gətirir, deyir ki, onlara allanmayın. Onlar eyni özünüz qiyas eləməyin. Hər kimi ki o paltarda görürsünüz, vaqən o paltarda deyir o. O neynir? O mənəvi insanların sözünü oğurluyur, aparır. Özgələrə deyir. Hərf-i dərvişan bedozləd mərdedun, ta bixaند bər səli میزان فزون. ای ز من دزدیده حرف ناتمام، شرمت آمد که بپرسی حرف دام. Burada gəlməyib, o məsnəvin ayrı beytidir, mən ayrı yerdən oxudum. Ta bixaند bər səli میزان فزون. Səlim به معنای sadə, sadə dil. Sadə insanlar. O şeyxlərin sözlərini oğurluyur. Gətirir bir sadə insanlara neynir? Bunu oxuyur. Ta bunlara neynəsin? Tələ qursun. Bunları tora salsın. Axı kişi bu işi görməz. Kar mərdan roşəni ya gərmi است. Kar dunan hilə və bişərmi. Bir insan ki adını qoydu kişi, bu kişi işıqlıq yarada, bu işi istilik yarada, dövrüvərini hiss eləyə. Bu beyti də mən sizin yerinizdə olsam hifzlərəm. O iki beyti dedim ha. Nə mənaydı çون bəsi iblis adəm روی هست پس به هر دستی نشاید داد دست. Bu da کار مردان روشنی یا گرمی است. کار دونان hilə و بیشرمی. Pəst insanlar, aşağı insanlar nə mənadır? Bunlar hiləyə sarı gedəcəklər. Xob, şیر پشمین از برای کت کنند. Qədim ki bunlar dilənçilik eləyəmişlər, bəzi bu sufilər, bəzi bu şeyxlər, bunlar elə bir rəsmmiş, bir tedadı səqqalıq eləyəmişlər. Məsələn, o çərmi kisələrdən doldurarmışlar su ilə, dilənərmişlər, su verərmişlər, pul alarmışlar. Hətta bəzilər bundan vardı, çıxardılar mənarələrin üstünə özlərini atardılar, deyərli pul verməsəz özümüz atırıq yerə ölə. Millət pul verməzdi, bəzilər bura atardılar, orada ölərdilər. Yəni, bu cür ənva və əqsam bunlar düşürdülər yollara ki, millətdən pul kəssinlər. Bir yol. Bir dənə də yolları ki, Mevlana deyir, budur ki, şir پشمین از برای کت کنند. Məsnəvinin bir dənə böyük şarihi vardı Türkiyədə, Əngorəvi adında. Bunun şərhi çıxıbdır, Şərhi Kəbir Əngorəvi adında. Cözü o ali şərhlərdəndir ki, çoxluları bundan fayda aparıblar. Bir yol, orada da bu gəlibdir. Ustad Firuzanfər də işarə eləyib buna ki, qədim bunlar şirin mücəssəməsini bir para toxunmalardan düzəldərlər. Bunun içini doldurardılar yunla. Bir yol, bunu dolandırardılar. Kəd, yəni dilənçilik. Dəryuzəgi, gedayı. Şir پشمین از برای kət کنند. Yəni yundan bir şir düzəldirdilər mücəssəmə, ta bunlarla dilənsinlər. Bu qondarma ariflər, sufilər və şeyxlər. Bu Musaylem را لقب Əhməd کنند. Bu Musaylem Musayləmət ibn Kəzzab ki, Peyğəmbərin təqribən axır dövrlərində
bu iddiayı Peyğəmbər elədi və dedi ki, mən Peyğəmbərəm. Hətta Peyğəmbərə də namə yazdı ki, mən nədir? Bundan sonraki Peyğəmbər. Yox, dedi ki, yeri böldük. Yerin yarısı sənin, yarısı mənim. Ondan da sonra Peyğəmbər də buna bir dənə cavab yazdı ki, o ayə məruf ki, "Ennel ərzə yərisuha ibadiyyəs salihun." Bu yer sənə yetişməz. Bəndən Allah deyir ki, salih bəndələr bu yeri irsə aparacaqlar. Ondan sonra bu bir dənə də xanımla izdivac eləyir Səccah adında. Bu xanım da özünü nəbiyyə tanıtdırır. Bu da deyir ki, mən Peyğəmbərəm, nəbiyyə. Yəni nəbiyyə müənnəsdə tay girdi vardı. İki Peyğəmbər izdivac eləyirlər bunlar. Yol. Bəd be ehtiram bu Musayləmət ibn Kəzzab be ehtiram o da neyniyir? Onu imam-ı cəmaət eləyir. O xanım qabaqda imam-ı cəmaət durur, bunlar dalında və çoxlu da peyrovlar vardı. Sonra Yəməndə bu zuhur eləmişdi filan. Orada bir yol, bir dənə Əbuləlay Mərrinin bir şeiri var, deyir ki, "Əmmət səcahun və valaha Musayləmətun." Deyir ki, Səccah peşnamaz oldu və Musayləmə də ondan peyrəvi elədi. Kəzzabətun fi bənid dünya və kəzzabu. Deyir, yalancı geçib yalancının için əslən bu işdə. Dünyanı yalancı götürübdür. Əbuləlay Mərrinin bu şeiridir bu barədə. Xoş, hər halda təqribən demək olar ki, bir dənə böyük döyüş olur da. O zaman Xalid ibn Vəlid, Əbu Bəkr zamanı gedir bunlarla döyüş eləyir və bu bir dənə bağın içinə girir. O bağda nəhayət müsəlmanlar girirlər o bağa və Musəlləməni də orada öldürürlər. Xoş, deyir, əgər öcür olsa, elə Musayləmət ibn Kəzzaba da bunlar Muhammed dedilər, Peyğəmbər dedilər. Əgər hər kimə Peyğəmbər desən, elə Peyğəmbər olsa, məyə bu Musayləm Peyğəmbəridir. شیر پشمین از برای کت کنند بو مسیلم را لقب احمد کنند بو مسیلم را لقب کذاب ماند مر محمد را اولوالالباب ماند. در صلوات شب اللهم صل علی محمد و آل محمد. Bu Musaylimə kəzzab ləqəb qaldı. Bizim Peyğəmbərimizə ulul əlbab, yəni sahiban xirət, sahiban məğz der. An şərab haqq, xitamş müşk nab. Necə bizim iki cürə Peyğəmbərimiz vardı. Biri bu Musaylim ki, yalancı oldu. Biri Muhammeddir ki, düzgün oldu, doğru oldu. Şərab da deyir necə. Deyir, yalancı şərab vardı ki, sən içisən, gecəni ki, sən səhər sübh baş ağrısı qoymursan, durasan yuxudan. Doğru şərab budur ki, Quran gətiribdir. An şərab haqq, xitamş müşk nab. Badə ra xətməş بود gənd و əzab. O, Quranın təbirində nə mənə gəlibdir? Oxuya bilərsiniz? Ha? Yusqawna min rahiqin məxdum. O təffifindədir da. Bunlara bir şərabi veriləcəkdir ki, bu şərabın ağzı mührü ki qoyulub bunların ağzına, xitamuhu mesk. Mesk yəni muşk. Muşk əmbərdir. Belə bir şərab. Bu şərabda baş ağrılıq yoxdur. Mevlana ona şəril. An şərab haqq, xitamş müşk nab. Badə ra, yəni şərab məmuli. Xətməş بود gənd و əzab. Bunun axırı nə mənədir? Ağlı sən əlindən almaq, səni gicətmək, baş ağrı sənə gətməkdir. Fərq eləyir də. Şərabla şərabda deyil, fərq eləyir də. Siz niyə müqayisə eləyirsiniz axı bununla? Tamamı həmlə nədir? Qiyasın üstündədir. Xoş, mən bundan türküsündə oxuyum, qutarım. حرف درویشان بدزدد مرد دون تا بخواند بر سلیمی زان فزون doğrudan oğru oğurlar haq sözün ta ki oysun o sözüyle haq gözün sözüyle haqqın gözünü oysun oymaq təbiridir eşmək istilikdir çatmış insanlar işi İstilikdir çatmış insanlar işi.
yozdurar düz yoldan, amma nakişi insanlar neyniyər? Yozdurar səni, azdırar səni. Afərin. Əhməd olsun bu Müsəylimdən necə, şeir ola bilməz qayırma boz keçə. Boz keçəni sən şeir düzətmə. Keçə nədir ayə? Nəmət keçə. Boz keçəni sən deyə ondan şiir düzətməcənən. Əhmədə çatdı olul əlbablıq, yuh çatıldı müslümə kəzzablıq. O şərabın mührü rəhmət müşkühü. Bu şərabın mührü lənət pis qoxu. İyi da. Xob, sağ olasınız da. Mənim sözüm qutuldu. Biz qol vermişdik ki, Nəxçiran nağılına girər, amma bir iki dənə dostlardan pişnat verdik ki, elə bir cür nağıl idamə verək birinci dəftərdən. İnşallah gələn gələsiyə o Cühüd Şahı ki, bunun idaməsidir. Məsihlər öldürür. Çox gözəl bir nağıldır. İnşallah onu oxuyacaq. Müəllim günüdür, bayram günüdür, İmam Hüseynin doğum günüdür. Şairlərimiz bizə şeir oxuyacaqlar. Onları da eşidək qutaraq da. Ay Musafir. Musa Necət. Tepki məmul bir dənə Qəzəl Hafiz və Cədüz qəzəllərindən oxuyacaq. سبا به لطف بگو آن غزال رعنا را که سر به کوه و بیابان تو داده ای ما را. شکر فروش که عمرش دراز باد چرا تفکدی نکند طوطی شکرخا را. غرور حسن تجازت مگر نداده ای گل که پرسشی نکنی عندلیب شیدا را. به خلق و لطف توان کرد صید اهل نظر به دام و دانه نگیرند مرغ دانا را. نمیدانم از چه سبب رنگ آشنایی نیست. ندانم از چه سبب رنگ آشنایی نیست. سهی گدان سیه چشم ماه سیما را. چو با حبیب نشینی و باده پیمایی به یاد دار محبان باده پیما را. جز اینقدر نتوان گفت در جمال تو عیب که وضع مهر و وفا نیست روی زیبا را. در آسمان بنگر گر به گفته حافظ سرود زهره به رقص آورد مسیحا را. بردار از چشمان من الگوی خود را. بردار از چشمان من الگوی خود را. دیگر تو گرداندی ز چشمم روی خود را. آشفته کردی روزهایم را کمی هم. وا کن پریشان کن برایم موی خود را. لعنت به من، لعنت به تو، لعنت به هستی. وا کن زمانی دیده اخموی خود را. ایول به نام دوستی چاگو کشیدی. ایول به نام دوستی چاگو کشیدی. بیرون بکش از سینه ام چاگوی خود را. زنجیر در پایم کشیدی. کردی نگهبان دلم گیسوی خود را. من در خیال و خواب یک خرگوش بودم.
من در خیال و خواب یک خرگوش بودم، گرگی در آن سوزد گره ابروی خود را. Allahın adı ilə və yadı ilə mən də öz növbəmdə müəllim günü namıza təbrikləyirəm. İstəmirəm çox başınızı ağrıdan. Bir dənə dörtlük oxuyacam ki, hadisə-i Qətari Təbrizdə ki ittifaq düşdü, ona raci idi. Özüm yazmışam. Beyt əvvəli tərcümə şeiri Mövlanadır. Bir dənə şeir beyt əz Mövlanadır. Mən Məsdoto divanı Marakib Rədxanə. Mən içmiş adam, səndə dəli, nazlı niqarım. Mən içmiş adam, səndə dəli, nazlı niqarım. İndi bizi kimdir apara, eyimizə sarı. Yazdım sənə namə, sevirəm, xətrinə dəydi. İnsaf, əgəl insaf, elə bu səfsəni tarı. Söz verdin əzizim, gələcəm axşam olanda. Sən harada qalıbsan, gecə oldu yenə yarı. Eşqin ki qərarında vəfa olmayacaqmış. Bilməm ki təbiət niyə qoymuş bu qərarı. Çoxdandır canım titrəmədə hər səhər axşam. Sən mənlə soyuqsan, ya sönüb evdə buxarı. Heç bilmədim axır nə model rəngi sevirsən. Gündə neçə cür şal alısan, göy qara sarı. Göyçək eləyib ayağını bazara qoyursan. Gendən də baxırsan elə bil lalə qızarı. Vallah özünü gözlə sabahdan xəbərin yox. Vallah özünü gözlə sabahdan xəbərin yox. Aşiq vardı bir saata, yandı niqarı. Bundan belə də hər qətara minmə əzizim. Baxma ki bu Təbriz elədi bimə qətarı. Heç kəs dəyəri yoxdur o sökəndici yerdə. Cəngəl yiyəsiz olsa çıxar tülkü yuxarı. Əslən gözəlim işləmədə yoxdur çörəkday. Hər kəs cidli olsa yer yağlı naharı. Hərdən də görürsən biri yük beldə gedibdir. Birdən çıxıray haqqı olan pıldı aparı. Sən də məni daydanlama bu sözlərə xatir. Bəzən oxu əşarımı təşviq elə barı. Mən eşşəcimi sürrəm əzizim. Nə işim var, indi ona burada yaraşır əsb səvarı. İcazə verirsin, Fuzul dəmdənə döktü yox. Perişan halin oldum, sormadın halı perişanım. Perişan halin oldum, sormadın halı perişanım. Qəmindən dərdə düşdüm, qılmadım tədbiri dərmanım. Nə dersən ruzigarım, eyləməyəcəksin gözəl canım. Gözüm canım, əfəndim, sevdiyim dövlətli sultanım. Əsir-i dam eşqün ollalı səndən vəfa görmən. Səni hər qanda görsəm əhli dərdə aşina görmən. Vəfa və aşinalıq rəsmini səndən rəva görmən. Gözüm canım, əfəndim, sevdiyim dövlətli sultanım. Dəyər hərdən vəfasız çərx, payından mənə bir ox. Kimə şərh eyliyim, kim mehnət o ənduh o dərdim çox. Sənə qaldı mürüvvət, səndən özgə heç kimsəm yox. Gözüm canım, əfəndim, sevdiyim dövlətli sultanım. Gözümdən dəm-edən bağrım əzib, yağışım kimi getmə. Səni tərk etməzəm üçün mən, məni sən daxı tərk etmə. Amandır zalim olma, mən kimi məzlumu incitmə. Gözüm canım, əfəndim,
sevdiyim dövlətli sultanım. Qatı könlün nədən bu zülmülə bidao dəlalibdir? Gözəllər nisbəti olmaz cəfa, səndən nə vacibdir? Sənin tək nazəninə nazənin işlər münasibdir. Gözüm canım, əfəndim, sevdiyim dövlətli sultanım. Nəzər qılmazsan əhli dərdə, gözdən ahıda seylə. Yamanlıqdır işin ussaq ilə, yaxşı deyil beylə. Gəl Allahı sevirsən aşıqə, cör etmə, lütf eylə. Gözüm canım, əfəndim, sevdiyim dövlətli sultanım. Fuzuli şiveyi rəftarın istər bir cedagündür. Fuzuli şiveyi rəftarın istər bir cedagündür. Dirildikcə səki kuyun, öləndə xalki payındır. Gərək öldür, gərək qav, hökmün rayındır. Gözüm canım, əfəndim, sevdiyim dövlətli sultanım. Çox ali. Çox ali. Dostlardan okuyan, özündən, özü şairdən. Sana? Libində mən şəhərliyim. Hepsi nereye bakmış? Buna bak. O Şəhriyarın imanmış dərsi var, onu mənə bir oxuyayım. Aman Allah, yine şeytan gəlir iman apara. Quruyun, qoymayın imanınızı şeytan apara. Mənim insanlığımın gör nəhsar-ı yavadır. Ki gündüz qul-i biyaban gəlir insan apara. Xərməni saqqıza verdik, nə yaman çərçidir bu. Hey gəlir kəndə bizə dərd verə dərman apara. Çörək almış əlinə acnizə taqət gətsin. Nə bir yaz gecəsi qız gəlib oğlan apara. Qanlı dırnaqları ilə İngilis əl qatdı bizə. Baxısan, Rus da arazdan keçir İran apara. Aradan bir də bizi bölsələr ərbablarımız. Qorxuram Təbrizi qoymayalar, Tehran apara. Qara tufan ki daxi xəlq ilə şuxluq eləməz. Sel gərək el dağda ev yıxa ivan apara. Bu qaranlıq gecələrdə qapımız pis döyülür, nə bilim, bəlkə əcəldir dayanıb can apara. Anama söyləyin oğlun yıxılıb səngərdə, tellərin bas yarama qoyma məni qan apara. Səlgəli oğru tapılmışsa bu başsız yerdə, Şəhriyardan da gərək bir dolu divan apara. Sağ olasınız. Allah'tan isteyirik ki bizim bu coğamız pozulmasın. Allah'tan isteyirik ki bizi husn-ı aqibətə yetirsin. Gələnci gələsiyə sizi hamınızı Allah'a tapşırırıq. Sağ olasın.